Həkimə qədər 2 nəfərdə ölüm faktı qeydə alınmışdır. Kürdəmirdə dəhşətli yol qəzası baş verib. Hadisə Ağsu-Kürdəmir İmişli yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Vaz 2107 markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü İlkin Hüseynov kənd ərazisində hərəkətdə olarkən qoşqulu traktora çırpılıb. Bu zaman avtomobildə olan 5 nəfərdən 2 nəfəri 2020-ci il təvəllüdlü Uğur Hüseynov və anası Vüsalə Hüseynova elə hadisə yerindəcə dünyasını dəyişib. 3 nəfər sürücü və sərnişinlər Səmiyə Hüseynova və onun nəvəsi 8 yaşlı Yusif Hüseynov isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir rayon mərkəzi xəstəxanasına aparılıb. Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin qəza xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır. Ben derim tut. İçmeden gider ki. Kenar oturalım. Gündüzden boy yere onu. Bunu koysun yanına. Bu yerleştirek ha. Bunun rimeni yok mu? Yok. Eline tutacak. 30'a yanı tutacak. 25 10-cu ay 2025-ci il tarixində saat 19:30 radələrində Kürdəmirdə baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər, ikisi kişi cinsli, biri qadın cinsli olmaqla Kürdəmir rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin çoxsaylı travması diaqnozu təyin edilmişdir. Hazırda vəziyyətləri orta ağır olaraq qiymətləndirilir. Xəsarət alanların müalicəsi tibb müəssisəsində davam etdirilir. Qeyd edək ki, avtomobildə sıxılı vəziyyətdə qalan sürücü və sərnişinlərin çıxarılması Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli qəza xilasetmə dəstəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Ölən şəxslərin meyitləri aidiyyatı üzrə təhvil verilib. Qeyd edək ki, qəzada ölən və yaralananlar bir ailənin üzvləridir. Faktla bağlı araşdırma aparılır. Şahnaz Əliyeva, Aqil Əsədov, xüsusi olaraq Denaz TV üçün.